Azərbaycanda banklarda depozitlərin ümumi həcmi 37 milyard 202 milyon manat təşkil edib. Yenavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, bu ilin noyabr ayının əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 257 min nəfər olub. Banklarda yerləşdirilən depozitlərin ümumi məbləğini əhalinin sayına böldüyümüz zaman məlum olur ki, Azərbaycanda adambaşına düşən depozit məbləği 2133 dollar olub. Müqayisə üçün bildirək ki, qonşu Gürcüstanın Milli Bankı ölkədə fəaliyyət göstərən banklardakı depozitlərin ümumi məbləğinin 67,7 milyon layr olduğunu açıqlayıb. Gürcüstan əhalisinin 3 milyon 704,5 min nəfər olduğunu nəzərə alsaq, bu ölkədə adambaşına düşən depozit məbləği 6586 dollar olub. Rəqəmlərdən də göründüyü kimi Gürcüstanla müqayisədə Azərbaycanda adambaşına düşən depozit məbləği 3,1 dəfə az olub. Ermənistan Statistika Komitəsinin məlumatına görə bu ölkədə 2 milyon 991 min nəfər yaşayır. Bu ölkədə fəaliyyət göstərən banklardakı depozitlərin ümumi məbləği isə 6 trilyon 842,4 milyard dram olub. Nəticədə adambaşına düşən depozit məbləği 5987 dollar təşkil edib. Azərbaycanla müqayisədə Ermənistanda adambaşına düşən depozit məbləği 2,8 dəfə çox olub.